Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gəncədə 17 yaşlı yeniyetmə yanıq xəsarətləri alıb xəbər verilir ki, 2009-cu il təvəllüdlü şəxs bədəninin müxtəlif nahiyələrinin yanağın diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun birinci dərəcəli texniki yanıq xəsarətləri aldığı qeyd olunur. İlkin məlumata görə yeniyetmə bayram çərşənbəsində yandırılan tonqalda xəsarət alıb. Onun müalicəsi davam etdirilir. Allah şəfa versin, yaxınlarına, əzizlərinə səbir diləyirik. Minimum əmək haqqının məbləği ilə bağlı yeni qaydalar gündəmə gətirilib. Bildirilir ki, bu göstərici ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. Dəyişiklik əmək bazarındakı dinamikanı və iqtisadi şəraitlərin nəzərə alınmağı hədəfləyir. Minimum əmək haqqı bir çox vətəndaşın gəlir səviyyəsinə birbaşa təsir edən əsas sosial göstəricilərdən biridir. Ona görə də bu məsələdə qəbul edilən qərarlar geniş ictimai maraq doğurur. Yeni mexanizm əmək haqqının iqtisadi dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməyə yönəlib. Bildirilir ki, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, minimum əmək haqqının mahiyyəti ondan ibarətdir ki, nə özəl sektorda, nə də dövlət sektorunda bundan aşağı əmək haqqı verilə bilməz. Məncə bunun iqtisadiyyata ciddi təsiri yoxdur. Çünki hazırda minimum əmək haqqı 400 manatdır. Bu şəraitdə 400 manatlıq minimum əmək haqqı ilə işləmək üçün işçi tapmaq da çətindir. İndiki qiymətləri nəzərə alsaq, bu məsələ daha da aktuallaşır. Burada bir problem var və bunu dəfələrlə qeyd etmişik. Minimum əmək haqqı artdıqca işə götürənlərin sosial müdafiə fonduna ödənişləri də artır. Bu ödəniş ümumi məbləğin 25%-ni təşkil edir. Ona görə də minimum əmək haqqı tez-tez artacaqsa, sosial müdafiə fonduna edilən ödənişlər də yenidən baxılmalıdır. Yəni, həmin 25% nisbəti də nəzərdən keçirilməlidir.